Herkese qucaq dolu salamlar. İlk öncə uzun zamandan sonra YouTube videosu çəkdiyim üçün çox xoşbəxtəm. Çünki YouTube-dan məni izləyənlər çox olub və çoxlu istəklər var idi ki, yenidən yararlı videolar çəkim və insanları məlumatlandırım. Bu videoda istəyirəm ki, sizlərə bu 7-8 ay ərzində Çində yaşadığım təcrübələri, əsasən də qaldığım şəhərdə yaşadığım təcrübələri, universitetdəki qazandığım xatirələr və təcrübələr və özəlliklə Çinin müxtəlif mədəniyyətləri və özümü hansı səviyyədə, hansı yöndə inkişaf etdirdiyimi sizlərlə bölüşmək istəyirəm. Təbii ki, adaptasiya olmaq üçün kifayət qədər çətinlik çəkdim. Çünki bilirsiniz ki, Çin böyük bir ölkədir və çox fərqli mədəniyyətləri var, çox fərqli qidaları var. Lakin artıq indi mən kifayət qədər öyrəşmişəm həm qida mədəniyyətinə və burada qidanın necə tapılacağına və özəlliklə də mədəniyyətə və gündəlik yaşama kifayət qədər öyrəşmişəm. Təbii ki, bütün bunlardan başqa ən birincisi psixoloji bir adaptasiyadır. Çünki özəlliklə mənim üçün bu kifayət qədər çətindir ki, burada yaşayan Azərbaycanlı tələbələr çoxsu öz universitetlərində yerlilərimiz var, yəni tək deyillər. Lakin mənim universitetimdə tək Azərbaycanlı mənəm. Bu da özündə öz çətinliyini gətirir. Necə bir çətinlik? Bunu belə izah edə bilərəm ki, burada hər bir insanın öz yerlisi var. Hər bir tələbə də öz yerlisi ilə vaxt keçirir və bu da özünə çətinlik gətirir. Lakin Nanjingdə yaşayan Azərbaycanlı tələbələr həqiqətən çox yaxşı dostluq edirlər. Nanjing Science of Technology Universitetində təhsil alan dostlarım Sərdar, Yaqub, Səliqə çox yaxşı dostluq edirlər. İlk öncə başlamaq istəyirəm 2025-in sonunda mən belə deyim, Nanjing turuna çıxmış kimi bir şey oldum. Çinli bir dostumla belə bir vaxt keçirdim və həmin dönəm ərzində Nanjingin tarix muzeyinə getdim. Bildiyiniz kimi Nanjing Çinin köhnə paytaxtı olub və buna görə də Nanjing Tarix Muzeyi sadəcə bir muzey deyil. Çin sivilizasiyasının minilliklər boyu yaddaşını özündə qoruyan nəhəng bir xəzinədir. 1930-cu ildə yaradılmış bu muzey ölkənin ən qədim və ən zəngin kolleksiyalı mədəniyyət ocaqlarından biridir. Məsələn, onun divarları arasında 430 minə yaxın tarixi əsər qorunur. Bu rəqəm o qədər böyükdür ki, hər bir eksponata cəmi 1 saniyə vaxt ayırsaq belə, onları tamamlamaq üçün günlər lazım gəlir. Burada daş dövrünü sadə, lakin mənalı əmək alətlərindən tutmuş, Çin imperiyasının son günlərinə aid incə çini qablara, nəfis boyanmış ipəklərə və qızıl-gümüş bəzək əşyalarına qədər hər şey var. Muzeyin ən dəyərli incələrindən biri də şübhəsiz ki, qızıl heyvan fiqurudur. Bu təmiz qızıldan düzəldilmiş və çəkisi təxminən 900 kiloqram olan bir əsirdir. Lakin Nanjing muzeyi yalnız dəbdəbəli əşyaları ilə deyil, həm də tarixin daha şəxsi, daha təvazökar qatlarını nümayiş etdirməsi ilə əlamətdardır. Burada qədim Çinlilərin istifadə etdiyi möhürlər, tunc qurban qabları, hətta uşaq oyuncaqları belə var. Ən təsirlisi Budda heykəlləri zalıdır. Müxtəlif dövrlərə aid daş, gips və ağacdan oyulmuş Buddalar sükut içində ziyarətçilərinə maariflənmə və dözüm dərsləri verir. Nəhayət bu muzeyin ən böyük üstünlüyü onun zaman içində səyahət etməyinizə imkan verməsidir. Çinin şimal çöllərindən cənub çaylarına, qədim döyüş meydanlarından saray həyatına qədər hər şey burada canlanır. Bu səbəbdən də Çin mədəniyyətini anlamaq istəyən hər kəsin mütləq görməli olduğu yerlərdən birincisidir. Nanjing Jimingsi məbədindən danışmaq istəyirəm. Burada Jimingsi məbədinin açıqlaması xoruz banlaması kimi tərcümə olunur. 1700 ildən çox yaşı olan bu müqəddəs məkan Çin əfsanələrinə görə məhz səhərləri banlayan qızıl xoruzun şər qüvvələri qovduğu təpədə inşa edilmişdir. Bir vaxtlar çaylıqların ucaldığı bu ərazi tədricən Nanjingin mənəvi ürəyinə çevrilmişdir. 527-ci ildə məhz burada imperator Lian Wu tərəfindən böyük xərclərlə Tonqay məbədi tikilmişdir. Həbsxanadan çıxa bilməyən 4 dəfə taxt-tacını ataraq bu məbəddə sadə bir rahib həyatı yaşayan imperator buranı cənub sülalələrinin 480 məbədinin birincisi, yəni o dövrün bütün Çin buddizmini mərkəzi etmişdir. Uzun əsrlər boyu məbəd neçə dəfə yanıb yıxılmış, lakin hər dəfə küləşlərindən yenidən doğulmuşdur. 1387-ci ildə imperator Zhu Yuanshan onu yenidən inşa etdirərək adını qədim əfsanəyə uyğun olaraq Jimingsi qoymuşdur. Məhz bu ad günümüzə qədər gəlib çatıb. Dünyada yalnız cənuba baxan unikal Guanyin, yəni mərhəmət ilahəsi heykəli də məhz buradadır. Buradakı olan bütlərin videosunu çəkmək istəyərdim, lakin hörmət əlaməti olaraq həm də icazə olmadığı üçün çəkməmək qərarına gəlmişdim. Bəlkə də məbədi heç vaxt görülməmiş dərəcədə məşhur edən onu Şaxtalı bahar olmuşdur. Hər ilin son mart və aprel aylarında məbədə aparan küçə
sakura zolağı əsl möcüzəyə çevrilir. Səma rəngli limon, səhrayı və açıq ağ çiçəklər səmaya uculan qədim sarı divarların ənənəvi Çin kərpiclərinin üzərini coşqun bir xalça kimi örtür. 1980-cı illərdə Yaponiyanın Nagoya şəhəri tərəfindən bağışlanmış bu ağaclar bu gün 170-dən çox sayda müxtəlif çiçək növləri ilə ab-havanı bürüyür. Nanjingin şəhər divarı. Hekayəyə görə 1366-cı ildən İmperator Çu Yuanşanın taxta çıxdıqdan sonra sadiq məsləhətçisi Çu Şenin hündür divarlar hör, bol ərzaq yığ, padşahlığa tələsmə kəlamını eşitdiyi gündən başlamaq yanlış olmaz. Həmin sözlər onun gələcək imperiyasının təməl daşına çevrildi. 28 il davam edən nəhəng tikinti işləri nəticəsində dünyada heç bir şəhərdə olmayan 4 qatlı müdafiə sistemi daxildən bayıra, saray şəhəri, imperiya şəhəri, paytaxt şəhəri və xarici qala inşa edildi. Ən möhtəşəmi günümüzə qədər gəlib çatan ümumi uzunluğu 35267 kilometr olan paytaxt şəhəri divarı idi. Bu divarın digər şəhər divarlarından fərqi onun nizamsız quruluşudur. O düzbucaqlı formasına imtina edərək Nanjingin ətrafındakı təpələr, göllər və çaylarının relyefinə uyğun şəkildə əyilir, bükülür, sanki daşlaşmış bir coğrafiya xəritəsi kimi uzanır. Bu yolla o, şəhər, dağlar, göllər və meşələr vəhdətini təcəssüm etdirən insan əli ilə təbiətin birlikdə çəkdiyi nəfis bir rəsm əsərinə çevrilmişdir. Divarın özü nəhəng rəqəmlərlə danışır. Məsələn, onun haqqında statistik bir məlumat vermək istəsəm, onun hündürlüyü bəzi yerlərdə 26 metrə çatır, üst hissəsinin ən ensiz yeri cəmi 2.6 metrdir. Ən geniş hissəsi isə 19.75 metrə enir. 13616 döyüş dişi və 200 keşikçi köşkü ilə möhkəmləndirilmiş bu sədd eyni zamanda 13 ədəd qapıya sahibdir. Nanjing divarını görmək istəyənlər üçün ən məşhur hissə Taiching bölməsidir. 253 metr uzunluğu və 20 metrdən çox hündürlüyü ilə yerli inzibati sənədlərdə ən çox qeydə alınan məkandır. Yayda axşam düşənə yaxın Suanwu gölünün üzərində günəşin qızılı rəngin divarın nəm daşlarında əks olunanda ən gözəl şəkillərlə buradan çəkmək mümkündür. Bahar aylarında isə giriş qiyməti 30-50 yuan arasında dəyişir. Tələbələr üçünsə təbii ki, yarı endirim tətbiq olunur. Divarın ayrı-ayrı hissələri isə 5 yuan kimi kiçik məbləğlərə ziyarət edilə bilir. Qinhuay sahilindəki Konfuçius məbədi isə 1034-cü ildə Sun sülaləsi dövründə başlayır. O vaxtlar bura sadəcə bir ibadətgah deyildi. O 1500 ildən çox müddətdə Konfuçius tərminin ən nüfuzlu mərkəzi, elm və təhsilin beşiyi olmuşdur. Bu gün məbəd kompleksi təkcə dini mərkəz deyil, həm də Fuzimiao Jinai mənzərə ərazisinin ürəyidir. Buranın görüntülərini isə sadəcə izləməyinizi tövsiyə edirəm. İndi isə Nanjingin mənim üçün ən favori məkanlarından biri olan Qinhuay çayı haqqında məlumat vermək istəyirəm. Nanjingdə eyni suyun üzərində iki tamamilə fərqli hekayə yazılıb. Biri axşam günəşinin altında qırmızı fənərlərin işığında rəqs edən Qinhuay çayı. Bu gün də canlı, nəfəs alan, gülən, yeyib içən bir sənət əsəridir. Digəri isə 1937-ci ildə qışında eyni çayın sahillərini qan rəngini boyayan, Nanjing adını dünya tarixinə əbədi bir ağrı, bir fəryad kimi yazdıran Nanjing qırğınıdır. Bu, bir çayın iki ruhu, bir şəhərin iki yüzüdür. Əvvəlcə məlumat verməli olsam, işıqlar, fənərlər və rəngarəng həyat, suyun kənarındakı qədim binalar, qırmızı fənərin altındakı qızıl rəngə bürünür. Kənarda küçə sənətçiləri musiqi ifa edir, əjdaha fiqurları heykəllərin üzərində ucalır, havada xəmir, ədviyyat və Çin ətri bir-birinə qarışır. Ziyarətçilər isə gəmiyə minin, gecə sehrini yaşayın deyərək onları cəlb edirlər. Burada isə kiçik bir qayıq səyahətimi sizə göstərmək istəyirəm. 此桥为了纪念洪武24年的状元皇冠而建，当时叫做皇宫桥。今年，此桥更名为文源桥，其文源二字更是点出中华文脉更迭延续、源远流长。如果觉得小鹿唱得好、讲得好，可以扫描前方座椅上的二维码和我互动。 我会献上更多陆州公园。
就给我们勾勒出一幅生动的江南水乡夜景图。王昌龄有着诗家夫子王江宁的美誉，他曾在江灯火阑珊兮，心有山海，胸怀天下，作了一首《桃叶词》。 Lakin hardasa Çin xayı suyu sakitcə davam edərkən eyni adı yaşayan şəhərin tarixində dəhşətli bir faciə yatır. Bəli, 1937-ci ilin qışı dünya tarixinin ən qaranlıq səhifələrindən biri Nanjinqə yazılmışdı. İkinci Çin-Yapon müharibəsi 1937-1945-ci illər ərəfəsində Yapon ordusu Nanjinqi ələ keçirmişdi. O dövrdə çox böyük bir hadisə idi. Çünki həmin dövr ərzində Nanjing Çinin paytaxtı idi. 1937-ci ilin dekabrında Yapon qonşuları 6 həftə ərzində şəhərdə dəhşətli vəhşiliklər törətdi. Tarixçilər arasında rəqəm mübahisəsi var. Lakin bəzi mənbələrə görə 300 minə qədər insan öldürülüb. Cinayətlərə qətl, təcavüz və işgəncələr daxil idi. Bu hadisə Nanking təcavüzü, yəni Rape of Nanking kimi tanınır. Bu sadəcə bir müharibə deyildi. Bəlkə də müasir dövrümüzün ən qorxunc kütləvi qətliamlarından biri idi. Təbii ki, daha çox yer gəzmişəm, lakin digər yerləri videonun ikinci hissəsində göstərmək istəyirəm, yəni ikinci videoda. Bu videoda tarixi və daha çox Nanjing haqqında məlumatlar vermək istədim. İndi isə qısa bir məlumat verim Çinə gələcək tələbələr üçün və həmçinin Çində təhsil almaq istəyən tələbələr üçün. İlk öncə onu qeyd edim ki, CSC və HTP üzrə qalib gələnləri təbrik edirəm. Müsahibəni keçənləri təbrik edirəm. İnşallah L ayında və yaxud N ayında gələcək sizin qəbul cavabınız da müsbət olar və Çin həyatına başlayarsınız. Və bundan əlavə də demək istəyirəm ki, tezlik də olursa olsun, bir o qədər yaxşıdır. Çin dilinə çox tez başlayın və həqiqətən də bu məsləhətimi unutmayın. Çünki nə qədər tez başlasanız sizin üçün o qədər yaxşıdır. Demirəm məsələn çox ciddi olaraq başlayın, lakin danışıq təməli olsa da, sadəcə tanış üçün olsa da, yenə də başlayın. Buradakı qalan əcnəbilərdən fərqlənirsinizsə, özəlliklə Çin dili səviyyəsində fərqlənirsinizsə, buradakı Çinli professorlar və müəllimlər, yerli əhali bunu təqdir edir və sizi bacardıqları qədər qabağa çəkməyə çalışırlar. Geri düşməyin. Ən əsası da psixologiyanızı korlamayın. Ətrafınızdakı olan pis insanları, ətrafınızda sizi aşağı salan insanları da unudun və həyatınızdan çıxarın kim olursa olsun. Hamınıza inanıram, güvənirəm. Təşəkkürlər bura qədər izlədiyiniz üçün. Sağ olun, özünüzə yaxşı baxın. Bye bye.